Salamlar. Bugünkü söhbətimiz kişilər üçün çox vacib bir mövzuya həsr olunub, özgüvən. Amma bu təkəbbür deyil ha. Bəli, söhbət sağlam özünə inamdan gedir. O, daxili möhkəmlik hissindən. Elədir. Və biz də düşündük ki, bu inamı necə qazanmaq olar? Əlimizdə bir neçə maraqlı mənbə var. Kişilər üçün özgüvən qazanmaq yolları və özünə inamı artırmaq üçün 10 addım kimi. Hə, biz də bu materialları, belə deyək, sizin üçün analiz etdik, ən praktiki yolları çıxarmağa çalışdıq. Əsas məsələ də odur ki, mənbələr də təsdiqləyir, bu anadan gəlmə bir şey deyil. Yəni, öyrənilə bilər, inkişaf etdirilə bilər. Tamamilə. Zamanla doğru addımlarlar mümkündür. Gəlin elə başlayaq. İlk növbədə o daxili söhbətlər var, beynimizdəki o səs. Aha, o tənqidçi səs. Bəli. Mənbələrdən biri deyir ki, bu səs bacarmayacaqsan, yaxşı deyilsən kimi fikirlər özgüvəni resmən zəhərləyir. Düzdür. Və materiallar da göstərir ki, birinci addım elə bu səsi tanımaqdır, bilmək ki, bu hardan gəlir. Və sonra ona meydan oxumaq. Yəni o negativ düşüncəni tutub, əvvəzinə daha real, daha pozitiv bir şey qoymaq. Məsələn, yox, mən bunu sınayacağam, nəticədən də dərs çıxaracağam. Hə, bu çox önəmlidir. Bir də o müqayisə məsələsi var, xüsusən sosial mediada. Mənbələr bunun üstündə çox dayanır. Bəli, biri hətta yazır ki, bu özgüvəni oğurlayan sakit cinayətkar kimidir. Çünki ancaq cilalanmış tərəfləri görürük axı. Elədir, hər kəsin öz yolu, öz tempu var. Müqayisə çox vaxt mənasızdır. Amma baxın, başqa bir vacib məqamda kiçik uğurları qeyd etməkdir. Aha, bu necə işləyir? Mənbələrdən biri təklif edir ki, məsələn, hər gün axşam 3 dənə yaxşı, uğurlu alınmış işini yazasan, nə qədər kiçik olsa da. Maraqlıdır, yəni beyni pozitivə kökləmək üçün. Bəli, bəli. Beyni nailiyyətlərə fokuslamağa öyrədir. Zamanla böyük fərq yaradır. Böyük hədəfləri də kiçik addımlara bölmək eyni məntiqlədir. Hə, qaşa düşdüm. Böyük bir dağı kiçik təpəciklərə bölmək kimi hər addımda motivasiya artır. Tam olaraq. Amma əsas şərt odur ki, hədəflər realist olsun. Əlçatmaz hədəf qoysan, ruhdan düşəcəksən. Deməli, daxili dialoq və realist hədəflər. Bəs fiziki tərəf? Özümüzə baxım, idman, bunların təsiri necədir? Əlbəttə, təsiri böyükdür. Mənbələr deyir ki, bu sadəcə görünüş deyil, birbaşa əhvala təsir edir. Məsələn, idman? Hə, mütəmadi idman. Xüsusilə güc məşqləri bir mənbədə qeyd olunur. Həm endorfini ifraz olunur, əhval yüksəlir, həm də fiziki gücünü hiss edirsən. Bu da özünə inamı artırır yəqin ki. Şübhəsiz. Sağlam qida, yaxşı yuxu, səliqəli görünüş, bunlar hamısı özünə hörmətin göstəricisidir əslində. Bir də bədən dili var. Ha, bəli, bədən dili. Dik duruş, göz təması. Bəli. Bu təkcə çöldəkilərə mesaj vermir. Öz beyninə də mən güclüyəm, mən özümə inanıram siqnalı göndərir. Yəni duruşumuz belə daxilimizə təsir edir. Edir. Amma bir mənbədə xəbərdarlıq edir ki, bu daxili dəyişikliklə bir yerdə getməlidir, yoxsa süni görünər. Yəni balans olmalıdır. Çox maraqlı əlaqədir. Yaxşı, keçək davranışlara. Hərəkətə keçmək. Mənbələr nə tövsiyə edir? Hərəkət barədə çox şey var. Məsələn, yeni bacarıqlar öyrənmək, musiqi aləti, yeni dil, hər hansı bir kurs. Niyə məhz yeni bacarıqlar? Çünki yeni bir şeyi öyrənəndə, mənimsəyəndə mən bacarıram hissi güclənir. Özünü daha səriştəli hiss edirsən. Məntiqlidir. Başqa nə kimi addımlar var? Sosial çevrə. Mənbələr deyir ki, sizi ruhlandıran, dəstəkləyən insanlarla vaxt keçirin. O negativ insanlardan uzaq durun. Bu da vacibdir, həqiqətən. Enerjimizi qorumaq üçün. Bəli. Və yox deməyi bacarmaq, bu da çox vurğulanır. Öz sərhədlərini qorumaq özünə hörmət əlamətidir. Bəs qorxular, özgüvənli insanlar qorxmur deməkdir. Əksinə, mənbələr deyir ki, özgüvən qorxusuzluq deyil, qorxuya baxmayaraq addım atmaqdır. Yəni qorxularla üzləşmək lazımdır. Mütləq. Amma birdən-birə yox. Kiçik, idarə edilən addımlarla. Bir materialda məsləhət görülür ki, qorxduğunuz şeyi kiçik hissələrə bölün. Məsələn, kütlə qarşısında danışmaq qorxusu varsa... Əvvəlcə güzgü dabağında, sonra bir dosta. Bəli, sonra kiçik bir qrupa, hər dəfəsində biraz daha irəli. Hər kiçik qələbə növbəti addıma cəsarət verir. Deməli, yekunlaşdırsaq, bu özgüvən məsələsi bir prosesdir. Birdən-birə olmur. Elədir, davamlı bir səyahətdir.
Düşüncəni dəyiş, bədənə qulluq et, hərəkətə keç. Yeni bacarıqlar öyrən, qorxularla üzləş. Və bütün bunları vərdiş halına gətirmək lazımdır yəqin. Tamamilə. Mənbələr də bunu deyir. Əsas məsələ davamlılıqdır və bu yolda özümüzə qarşı səbirli, mərhəmətli olmaq. Səhvlər olacaq, amma hər səhv bir dərsdir. Çox sağ olun bu dərin təhlil üçün. Ümid edirəm ki, siz, əziz dinləyicilər, dəyərli məlumatlar əldə etdiniz. İndi sizə bir sualımız var. Maraqlıdır. Sizin ilk addımınız nə olacaq? Bəli, bugün danışdıqlarımızdan sonra öz güvəninizi artırmaq üçün atacağınız ilk kiçik addım hansı olacaq? Fikirlərinizi aşağıda, şərh bölməsində bizimlə bölüşün. Çox maraqlı olar sizin fikirlərinizi öyrənmək. Əgər bu söhbətimiz xoşunuza gəldisə, lütfən bəyənin və dostlarınızla da paylaşın. Bizi YouTube kanalımızda da izləməyi unutmayın. Dəstəyiniz bizim üçün çox önəmlidir. Və əgər işimizi dəyərləndirirsinizsə, bizə dəstək olmaq istəyirsinizsə, açıqlama bölməsindəki linkə keçid edərək bizə virtual bir qəhvə ismarlaya bilərsiniz. Hər bir dəstəyə görə öncədən təşəkkürlər. Növbəti dərin təhlillərdə görüşənədək sağ olun. Sağ olun.